Raul, özün necə hiss edirsən? Şükür müəllim, yaxşı. Bu bizim səninlə 19-cu dərs saatımız olacaq. Bu günə qədər səninlə 17 saat məşğul olmuşuq və bu dərsimiz də 2 saatlıq dərsimiz olacaq. Baxmayaraq ki, sən məndən öncə bir neçə dəfə dostlarınla, valideyninlə avtomobil idarə etmişdin. Az da olsa təcrübə toplamışdın. Ancaq biz səninlə sıfırdan başladıq. Sıfır hesab elədik səni. Və bugünkü gün mən sənin tam şəkildə hazır olduğunu düşünürəm və sənə bu qədər güvənirəm. Və bu səbəbdən dolayı da özüm arxada əyləşmişəm. Tam olaraq avtomobili də, özümü də sənə əmanət edirəm. Çox sağ olun. İstəyirəm ki, sərbəst şəkildə özün avtomobili idarə eləsən, yəni məni yanında hiss eləməyəsən. Mən yanında yoxam, əyləc pedal oradadır, mən isə arxadayam. İndi sənə marşrut xətti verirəm. Hal-hazırda biz Xalqlar Dostluq metro stansiyasının yaxınlığındayıq. Qarşıda gördüyündə Heydər Əliyev parkıdır. Buradan gedirik səninlə Ziya Bünyadov prospektinə. Ziya Bünyadov prospekti ilə yəni hərəkət edirik. Və gedəcəyimiz yer olsun Nəriman Nərmanov. Ancaq Heydər Əliyev prospekti ilə yox, dediyim kimi Ziya Bünyadov, yəni Dərnəgül yolu ilə. Yaxşımı? Buyur, özün müstəqil şəkildə nə öyrənmisənsə bugün onu təhvil ver. Əziz tələbələrim, səhifəni izləyən izləyicilər, eləcə də bu video ilə qarşılaşacaq şəxslər. Hər birinizin nəzərinə çatdırmaq istərdim ki, tələbənin neçə müddətə sərbəst şəkildə avtomobil idarə etməyi öyrənəcəyi tələbənin qavramından asılı olaraq dəyişən amildir. Çoxunuz bu sualı ünvanlayırsınız, çoxunuza bu maraqlı olur ki, müəllim, mən neçə saatı öyrənə bilərəm və yaxud da siz neçə saata tələbəni hazır edə bilirsiniz. Elə tələb olur ki, sıfırdan başlayır, 10 saata tam sərbəst şəkildə avtomobil idarə etməyi bacarır. Bu, nadir hallarda qarşılaşdığım bir haldır. Yəni, Bakı şəhərində bir şəxsin sıfırdan başlayaraq sərbəst şəkildə avtomobil idarə etməsi, hansı ki, bura daxildir dönmə əməliyyatları, geriyə hərəkət, parklama əməliyyatları, dairələr, geriyə dönüşlər, tıxac, ötmə əməliyyatları və s. və ilaxır. Bu qədər ələxsus da öz təhlükəsizliyimizi təmin etmək. Yəni, avtomobil idarə etməyi bacarmağımız yetməz. Avtomobil idarə edə bilməyən kəslərdən də özümüzü qorumağı bacarmalıyıq ki, bütün bu sadaladıqlarımı da 10 saat ərzində mükəmməl şəkildə yerinə yetirməyi öyrənməyimiz hardasa imkansızdır. Əlbəttə ki, sizlər istəyirsiniz ki, məndən, yəni bu sualı verərkən məndən 10 saata öyrənə biləcəyiniz cavab alasınız. Yəni, mən sizə deyim ki, narahat olmayın, 10 saata tam profesional şəkildə öyrənəcəksiniz. Bunu eşitməniz sizə xoş olar. Ancaq sizə xoş olan sözləri eşitməyə yox, reallığı eşitməyə çalışın və reallığı qəbul eləməyə çalışın. Normal qavramı olan tələbə
mən həddən ziyadə yaxşı qavrama olan tələbəni nəzərdə tutmuram. Eləcə də qavrama qabiliyyəti zəif olan tələbəni nəzərdə tutmuram. Normal qavramı olan bir tələbənin sıfırdan başlayaraq sərbəst şəkildə avtomobil idarə etməsi ən az 20 saat çəkir. Və dediyim kimi, bu da hər kəsə şamil edilmir. Elə tələb olur ki, bu müddət, yəni o tələbənin qavramından asılı olaraq arta yaxud da azala bilər. Raul məndən öncə bir neçə dəfə atası ilə, dostları ilə, yəni sükan arxasına əyləşmişdi. Ancaq təbii ki, onlar təlimçi deyil və təlimçi olaraq avtomobili idarə etməyə öyrədə bilməzlər. Sadəcə olaraq avtomobili verirlər, deyirlər, hə, xodda işə sal avtomobili, bu qazdır, bu tormozdur və salam, sürk etdik. Ancaq yol hərəkət qaydaları olsun, əyləc pedalı ilə, qaz pedalı ilə, sükanla olan rəftarı olsun, bunları təbii ki, onların izah edə bilməməsi normaldır. Mənim yanıma gəldikdən sonra da Raulun valideyni, atası həddən ziyadə dəqiq insandır. 10 saatda Raul tam şəkildə hazır idi. Lakin buna baxmayaraq valideyni, yəni atası bildirdi ki, müəllim, mən istəyirəm əlavə olaraq 10 saatda dərslərdə iştirak etsin. Nə qədər mən Raulun atasına bildirsəm də ki, lüzum yoxdur, Raul tam şəkildə hazırdır. Yenə də atası israrla tələb etdi ki, 10 saatda gəlsin. Və bu səbəbdən dolayı biz ikinci dərs paketini götürdük, yəni Raul götürdü və biz əlavə olaraq da 10 saat məşğul oluruq. Və bugünkü gündə gördüyünüz kimi sərbəst şəkildə avtomobil idarə edə bilir. İndi siz də yəqin ki, videoya baxanda özünün sükan arxasında olan sərbəstliyini, yolda tətbiq olunmuş nişanlara olan diqqətini, reaksiyasını görə bilirsiniz. Ancaq dönə-dönə deyirəm ki, Raul məndən əvvəl də bir neçə dəfə valideyni ilə avtomobil idarə etmişdi. Dostları ilə avtomobil idarə etmişdi. Deməli, hal-hazırda sərbəst şəkildə avtomobili idarə eləyir. Ancaq 10 saatın tamamında da Raul elə eynən bu şəkildə avtomobili idarə edə bilirdi. İndi mən bilirəm ki, Raul məndən öncə az da olsa, yəni əl vərdişləri olmuşdu. Və mənimlə də bugünə qədər 17 saat məşğul olub. Bu da 2 saatlıq dərs, 19 saat. Heç bunu saymayaq. Yəni 17 saat mənim dərslərimdə iştirak eləmiş bir tələbədir. Ancaq siz bunu bilmirsiniz. İndi mən bir video çəksəm və o videoda sizə bildirsəm ki, bugün Raul bəylə ilk dərsimizdir və yaxud da ikinci dərsimizdir və yaxud da üçüncü dərsimizdir. Gördüyünüz kimi çox gözəl, çox sərbəst şəkildə avtomobili idarə edə bilir. Siz yəqin ki, buna inanarsınız. Axı, bilmirsiniz, doğrudan da Raul neçə saat məşğul olub. Bəlkə elə profesional bir sürücüdür. Mən onu çəkiliş xatirinə sükan arxasında əyləşdirmişəm və bu cümlələri quraraq sizdə də həvəs yaradıram, sizdə də maraq yaradıram. Bir növ sizi cəlb edirəm. Siz də baxıb deyirsiniz ki, ay maşallah, bu müəllim necə gözəl, necə savadlı, necə dəqiq müəllimdir ki, onun tələbəsi artıq 2-ci saatdan, 3-cü saatdan sərbəst maşın sürə bilir. Siz bu kimi hallarla qarşılaşdığınızda bir balaca araşdırın. Tamam, deyilənə görə Raul 2 saat, 3 saat məşğul olub. Yəni bu Raulun 2-ci, 3-cü dərsidir. Yaxşı, bu 2 yaxud da 3, hər hansısa bir rəqəm göstərilir də 5 saat gəlib misal üçün. Bu müddət ərzində Raula müəllim, yəni mən nə izah elədim, nə öyrətdim, necə oldu ki, Raul birdən-birə bu nəticəni əldə elədi. Buna baxın, əgər bunların paylaşımımı deyim, bu dərslərin gedişatımı deyim, sizin qarşınıza çıxırsa, ispat olunursa, görürsünüzsə ki, hə, müəllim doğrudan da Raula onu öyrətdi, sonra bunu öyrətdi, sonra bunu,
və 3 saata Raul artıq sərbəst avtomobil idarə edə bilir. Hə, onda inana bilərsiniz. Yox, əgər daha öncəsi məlum deyilsə, yəni buna inanacaq qədər sadəlöv olmayın. Mən də bu çəkilişi apararaq sizə həqiqəti yansıtmaq istəyirəm ki, reallıq fərqlidir. Bir qədər uzun bir video olacaq, ancaq bu videoda istəyirəm ki, bütün sizlərə demək istədiklərimi deyə bilim, həm də sizlər Raulun idarə etməsinə baxasınız. Bilirsiniz, təəssüf ki, insan psixologiyasında belə bir insan xislətində var bu ki, biz istəyirik digərlərindən müəyyən bir mənada üstün görmək. Təbii ki, bu yaxşı bir hal deyil. Yaxşı araşdırılsa, çox güman ki, bu da hansısa bir psixoloji sarsıntının mı deyim, psixoloji bir xəstəliyin mi deyim əlamətidir ki, insan özünü olduğundan fərqli göstərməyə çalışır və yaxud da arzuladığı kimi, görünmək istədiyi kimi görünməyə çalışır, ancaq reallıqda tamam başqa, tamam fərqli insandır. Misal olaraq, mövzudan bir qədər kənar da olsa, mən bunu sizə məsəl olaraq çəkirəm. Baxırsınız ki, misal, bir nəfərin həm cinsiniz də ola bilər, bu əks cinsin nümayəndəsi də ola bilər, sizin, belə deyim də, rəfiqəniz də ola bilər, yad birisi də ola bilər. Baxırsınız ki, bir şəxsin əlində misal olaraq iPhone 16 Pro Max var. Hamımız bilirik də ki, bu telefonun qiyməti hansı civardadır təxminən. Və yaxud da tutalım, hər hansısa bir zinət əşyası var üzərində. Soruşursunuz ki, nə gözəldir, neçə almısan bu telefonu, mən bu rəngdən istəyirdim, ancaq tapa bilmədim. Onun sizə o sualın qarşılığında dediyi olur ki, vallahi bilmirəm qiymətini, hədiyyə eləyiblər. Araşdırsaz, bəlkə də yazıq gedib kreditlə, zülümlə, zillətlə o telefonu alıb. Ancaq onun sizə verdiyi cavab, yəni hədiyyə eləyiblər. Nəyə xidmət eləyir bilirsinizmi? Yəni, mən bu qədər dəyərli insanam. Mənə bu qədər dəyərli hədiyyələr olunur. Fikrimi çatdıra bilirəm sizə. Yəni, mən səndən bir tık üstəm. Bax, bir növ, təbii ki, hamıya şamil olunmur. Elə insan var ki, ona 100.000 manatlıq da hədiyyə oluna bilər. İndi bu, çevrəmizdən asılı olan bir şeydir. Yəni, məsələ bu deyil. Mənim sizə izah eləmək istədiyim tamam başqa bir şeydir. Və yaxud da, siz təlimə gedirsiniz, sizin rəfiqəniz və yaxud da çevrənizdə olan hər hansısa bir şəxs sizdən soruşur ki, neçə saatdır gedirsən təlimə? Deyirsiniz ki, misal üçün 10 saatdır, 20 saatdır, 50 saatdır misal üçün. O artıq sizi bir növ küçümsəmək istəyir və sizə dediyi nə olur? 10 saat nədir ay qız? Mən elə bircə dəfə yoldaşım mənə göstərdi ki, bu qazdır, bu tormuzdur və salam. O gündən də özüm sərbəst sürürəm. Yəni, sən bu qədər qavramı küt olan, bacarıqsız birisisən, ancaq mən aliməm, mən mükəmmələm. Bunu demək istəyir sizə, yəni bunu bir növ təsdiqlətmək istəyir. Siz də bu sözlərin təsiri altına düşürsünüz, müqayisə eləyirsiniz ki, ayda, görsən o 3 saat, inanırsınız da, safsınız. O 3 saat öyrəndi, 1 saat öyrəndi, amma mən 10 saatdır hələ sərbəst sürə bilmirəm, 20 saatdır hələ sərbəst sürə bilmirəm. Bəli? Düz yoxsa sağda? Yox, düz gedəcəyik Yabniyadov prospekti ilə. Yəni, bu da sizdə ruh düşkünlüyü yaradır, bir növ psixoloji travma yaradır, özgüvəniniz aşağı düşür. Burada Raul, dönmə siqnalını yandırmalıydın sola. Bəli, bildirməliydin ki, sən sağa getmirsən. Yəni, siz bunun təsiri altına düşürsünüz. Ancaq əslində olanı bilmirsiniz. Mən də sizə bu kimi, belə deyim, fikirlərə güvənməməyi, sağ pəncərəni bir qədər qaldır, Raul tam qalxmayıb. Ruhdan düşməməyi, reallığı qəbul eləməyinizi tövsiyə edirəm. Məni qoyun bir kənara. Mən sizlər üçün tamam, yəni
dəyər verirsiniz, dərslərimi bəyənirsiniz, hörmət elədiyiniz, inanıb